Assalamu alaikum. Artıq ikinci dərsimizə də başlayırıq. İkinci dərsimizdə birinci dərsin davamı kimi daha mürəkkəb elementləri keçəcək və hərəkətlərə keçməmişdən qabaq bir şey vurğulamaq istəyirdim ki, rəqsləri, ümumiyyətlə dərsləri izləyəndə ardıcıl izləyin və elementləri ardıcıl məşq edin ki, onda sizin üçün daha aydın, daha rahat olacaq və onda nəticə də daha gözəl olacaq. Belə, keçək hərəkətlərimizə. Bugün birinci dərsdə keçdiyimiz kimi, yəni eynən ütüləmədir. Sadəcə olaraq bir dənə kiçik fərq var ki, bugünkü ütüləmədə ayağımız əgər 1, 2, 3 yerə qoyurduqsa və yerdən başlayırdıqsa, bugün bizim başlanğıc vəziyyətimiz göydə olacaq. İşlək ayağı göyə açırıq və buradan 1, 2, 3 və axırda göyə də bitiririk. Və ütüləməni yerimizdə eləyirik sadəcə olaraq. Ütüləməni eləyə-eləyə bir ütüləmə ərzində rakursu dəyişəcək 30 dərəcə sağ tərəfə və 30 dərəcə sol tərəfə. Çox yox, nəyə görə? Çünki sonra qayıtmaq çətin olmasın deyə. Tam rahat olsun. 30 dərəcə kifayətdir. Və əlləri də əlavə edəcək. Və bugünkü hərəkətimiz, keçəcəyimiz hərəkət iki hissədən ibarətdir. Birinci tam vəziyyətdə göstərim sizə. 3, 4. 1, 2, 3, 1, 2. 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2. İndi hərəkəti başa salmağa keçəndə birinci ayaqları başa salacağım, sonra isə əlləri ki, daha aydın olsun. Deməli, ayaqlar. Birinci hissə ütüləmədir dediyim kimi. Ayağımızı göyə açırıq, yuxarı və 1, 2, 3-ə 30 dərəcə çöndürürük sağ tərəfə. Ütüləmədən sonra ayağımızı büküb, qalxırıq pəncəyə və açanda düşürük aşağı. Və eyni şeyi sol tərəfə. 1, 2, 3, bükdük, açdıq. 1, 2, 3, bükdük, açdıq. Pəncəmizi də açanda 1, 2, 3, açdıq pəncəmizi. Yəni pəncə belə olmaz. Pəncəni dartırsınız ki, daha səviyyəli, daha baxımlı olsun hərəkət və pəncəyə qalxanda da ki, bir dayaq ayağımızı tarım, yəni tam düz saxlayırıq. Ayağımızı da sadəcə olaraq dizdən bükürük, maksimum. Yəni ayağımızı arxaya çəkməyə lazımdır. Sadəcə olaraq dizdən büküb açırsınız. Bu qədər. Bir də göstərirəm. 3, 4. 1, 2, 3, bükdük, açdıq. 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 İndi musiqi ilə götürək, yalnız ayaqları. 3, 4, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2. İndi isə əlləri əlavə edirik. Əllər də çox sadədir. Əllərimizi tuturuq yanda, düppələmdüz. Dönəndə əllərimiz də bədənlə bir yerdə dönür. Yəni, nə geridə qalır, nə qabağa gəlir. Sadəcə olaraq əllərimizdən keçirir. 1, 2, 3. Bu hərəkətin birinci hissəsidir. İkinci hissəsində ayağımızı bükəndə, məsələn, birinci halda sol ayağımızı bükürük. Onun əks tərəfində olan əli bükürük başımızın arxasına. Sadəcə olaraq dirsəkdən başımızın arxasına getiririk və qaytarırıq. Amma başı heç yana eləyirik, yəni ələ tərəf aparmırıq. Eləyirik birinci hissəsini. 1, 2, 3, döndürük. Əlavə edirik. 1, 2, əl ayağına bir yerdə bükülür, açılır. Yəni 1, 2, 3 döndünüz, ayağına bir yerdə bükülür, bir yerdə də açılır. 1, 2, 3, bu dəfə o bir əl və o bir ayaq. Həmişə yəni ki, əks tərəfdə olan əl bükülür. İndi isə musiqi ilə götürək, eyni hərəkəti. 3, 4, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2. Bir də onu vurulamaq istəyirəm ki, yəni, pəncəyə qalxanda bütün tarazlığımız bizim dayaq ayağımız üstündəndir, yəni bütün ağırlığımız. Qalxanda sadəcə o yuxarı doğru qalxsaz, pəncə üzərində müvaziməti saxlamaq biraz çətindir deyənə.
Ona görə bəziləriniz yəni çətinlik çəkə bilərsiniz. Kim üçünsə çətindirsə, sadəcə olaraq o çətin elementi yəni ardıcıl olaraq bir neçə dəfə məşq edirsiniz ki, artıq düzgün vərdiş edəsiniz. Və əgər qalxanda düz yuxarı qalxmaq barədə düşünsəz, yəni düz yuxarı, onda yıxılmayacaqsınız, rahat qalacaqsınız. Sonra sadəcə olaraq açırsınız. Bugünkü hərəkət barədə bu qədər. İnşallah növbəti dərslərimizi izləyəlim və növbəti dərslərdə daha gözəl, daha yəni ki, mürəkkəb hərəkətləri, daha baxımlı hərəkətləri keçəcəyik. Bu qədər. Sağ olun, diqqətinizə görə.